قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنما ذلكم الشيطان يخفف أولياءه فلا تخافوهم وخافوني إن كنتم مؤمنين صدق الله العظيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugünkü mövzumuz qorxu və ümid haqqında olacaq və bu iki şeyin birbaşa imanla əlaqə olması haqqında olacaq mövzumuz Allahın izni ilə. Deməli, bir möminə vacib olan bir çox məsələ var, bir çox əməl var ki, bunlardan ikisi də qorxu və ümiddir. Həqiqətən də bu iki şey mömində daim paralel şəkildə davam edərsə, o mömin Allahın göstərdiyi yol üzrə sabit qədəm olacaq. Hətta bu o qədər önəmli bir şeydir ki, qorxu və ümid. Deməli, İslam böyüklərindən bu məsələni bir təşbih eləyirlər, bir bənzətmə aparırlar ki, qorxu və ümid sanki deyir, bir quşun iki qanadı kimidir deyir. O iki quşun qanadından biri zədələnərsə, əlbəttə ki, quş havada qala bilməyəcək və yerə çırpılacaq. Mömin də deyir, bu cür olmalıdır. Hər zaman Allahdan qorxmalıdır, mütləq şəkildə qorxmalıdır, hər addımdan fikir verməlidir. Yəni Allahın ədalətindən, Allahın cəza verəcəyindən qorxmalıdır və eyni zamanda da Allahın mərhəmətinə ümid göstərməlidir. Yəni həm cəzadan qorxacaq və eyni zamanda da Allahın mərhəmətinə ümid bəsləyəcək. Bu şəkildə deyir, bir mömin davam edərsə, o mömin Allahın göstərdiyi yol üzrə sabit qədəm qalar deyir. Və deməli bu şeylərin birbaşa qorxu və ümidin birbaşa imanla əlaqəsi var. Yəni bir insan əgər qarşısına çıxan hər hansı bir yanlış bir şey olanda çəkinirsə, deməli bu Allahdan çəkinir. Yəni Allaha iman edib, bilir ki, Allah bunu görür və mütləq axirətdə bunun hesabını soruşacaq. Bu insan qorxduğundan ötürü birinci Rəbbindən qorxur, sonra axirətdə hesab görəcəyindən qorxur. Bu imanın əlamətidir. Və eyni zamanda ümid də belədir. Əsas məsələmizi bugün ümid üzərində inşallah, əsas xütbəmiz ümid üzərində olacaq. Ümid də belədir. Bir insan hər nə qədər günah eləyirsə eləsin, hər zaman Rəbbini başının üzərində görməlidir. Rəbbinin mərhəmətli olduğunu bilməli və buna uyğun da hərəkət eləməlidir. Ola bilsin ki, günahkardır, amma fərq eləmir. Əlbəttə ki, onun imanı varsa, o mütləq Allah onu mütləq əfv edər. İki dənə insan götürək, bəzən iman etmək həqiqətən də bizə bir yaxşı şeylər qazandırır. İmansızlıq isə bizə, yəni iman etmək bizlərə ümidvar olmaq, imansızlıq isə bizi deməli ümidsizliyə aparıb çıxaran yanlış bir şeydir. Belə bir şey misal verək, təsəvvür eləyək ki, iki insan götürək. Bu insanın biri iman əhlidir, biri iman əhli deyil. Biz bunu belə insanlar görmüşük ətrafımızda. İman əhlinin yaxını dünyasını dəyişər. Əlbəttə ki, bir insanın yaxınının dünyasının dəyişməsi o insana çox pis təsir edir. Hər nə qədər iman edibsə ki, bu dünya müvəqqətidir, axirətdə öldükdən sonra, yəni öldükdən sonra dirilmə var, biz ona qovuşacağıq. Bunları bilməklə yanaşı insanın yaxınının ölməsi onu üzməlidir, bu normal bir şeydir. Amma əlbəttə ki, biz hər zaman düşünürük ki, yəni ölübsə də müvəqqəti bir həyatdır, biz də ölərik, gedib ona qovuşarıq, amma əbədi bir həyatda mütləq diriləcək, yəni bu yox olmuyor. İman bizə bunu verir, iman bizə ümidi verir. Amma təsəvvür eləyək ki, bir insan da götürək ki, bu insan küfür əhlidir, axirətə inanmır, hər şey bu dünya olduğunu bilir və buna da inanır. Onun bir yaxını dünyasını dəyişərsə, o ona pis təsir edəcək. Çünki ona görə artıq o yoxdur, o məhv oldu, getdi. Amma bizə görə isə bir yaxınımızın dünyasının dəyişməsi və başımıza bir bəlanın gəlməsi bu müvəqqəti dünyadadır, axirətdə Allah onun mütləq əvəzini verəcək. Bayaq dedik ki, nə olursa olsun, Allah bizim günahımızı əfv edəcək. Əlbəttə ki, keçən xütbələrdə dediyimiz kimi, iki dənə ciddi bir əməl var ki, bunun biri küfürdür, Allaha küfür etmək heç vaxt bizi cənnətə apara bilməz. Yəni bu şəkildə öləriksə, biri də ki, qul haqqıdır ki, bu şəkildə də ölsək, Allah orada soruşandan sonra bizi cənnətə aparar, yəni halallıq alandan sonra. Xütbəmizin əvvəlində bir ayə oxuduq, Ali İmran surəsi 175-ci ayə. Qorxunun deməli, imanla əlaqəli olması məsələsini Allah Quran-ı Kərimdə özü bildirir. Allah Teala buyurur, İnnəmə zəlikumuş şeytan, həqiqətən şeytan yuxaffifu əvliyə. Şeytan yalnız öz innəmə keçir burada, bu da yalnız və yalnız deməkdir. Şeytan yalnız və yalnız ancaq yəni öz dostlarını aldada bilər, qorxuda bilər. Yəni şeytan öz dostlarından başqasını qorxuda bilməz. Fələ təxafuhum və xafuni. Allah deyir ki, onlardan qorxmayın, siz məndən qorxun.
Və şərti də qoyur ayənin sonunda. İn kuntum mu'minin. Əgər möminsinizsə. Yəni Allah Teala bildirir ki, əgər möminsinizsə, əgər mənə iman etmisinizsə, şeytan sizə heç vaxt qorxuda bilməz. Və siz yalnız və yalnız məndən qorxun. Yəni məndən qorxun deməklə Allah burada bildirmək istəyir ki, etdiyiniz əməllərdən qorxun ki, mütləq bir sizdən onun hesabını soruşacağam. Demək, bir hekayə var. Bu hekayə bizə həqiqətən də Rəbbimizə daha çox güvənməyi lazım olduğunu bizi bildirəcək. Yəni müqayisə olacaq inşallah. Her bir gün bir ağa olur, öz xidmətçisini, öz nökərini qovur işdən. Deyir ki, artıq sən mənim yanımda dayanma, mənə xidmət göstərmə. Bu neçə dəfə bu xidmətçi ona xahiş edir ki, mən qalım sənin yanında, məni bağışla. Yəni bu ağasına çox ümidli olur, yəni ağasına çox güvənir, mərhəmətinə çox inanır. Amma ağası deyir ki, yox, artıq bizim bütün əlaqələrimiz kəsilib, sən qovulursan. Qapıdan çıxanda deyir, o nökər çevrilib arxaya baxır, ağasına bir deməli məsum şəkildə baxır. Ağası deyir ki, niyə belə baxdın mənə? Axı mən sənə qovdum, niyə döndün baxdın? Deyir, yenə mən sənə ümidliyəm ki, sən məni bağışlayarsan. Ağası onu bağışlayır, deyir ki, sən əgər bu qədər mənə ümid göstərmisənsə, bu qədər mənə inanırsansa, mən sənə əfv eləyirəm, yenidən gəl yanımda xidmət elə, mənim yanımda iş. İndi bu bir insanın mərhəmətidir, bir insanın deməli rəhmidir. İndi götürək bizim Rəbbimizi götürək. Hər nə qədər günah edirsə edək, yəni Allah bizi heç vaxt dərgahından qovmaz. O ağa öz nökərini dərgahından qovdu, sonradan qaytardı onu. Amma Allah bizi heç vaxt öz dərgahından qovmaz ki, gel və sonradan desin ki, səni bağışladım. Allah həmişə bizi öz dərgahında saxlayır, bizi öz mərhəməti altında saxlayır və bizdən bağışlanma gözləyir ki, biz bağışlanma istəyək, Allah mütləq bizi əfv edəcək. Və deyir, məşhur bir dənə bu olmuş hadisələrdən biridir. Bir elm əhli olur, bunu tuturlar, müəyyən səbəblərdən ötürü bunu həbs edirlər. Olduğu həbsxanada da bir nəfər adam olur, bu zorbaçı olur, bu adam qatı cinayətkar olur. Bu deməli günahkar adamdır, amma bir bağışlanmaq istəyir. Kimdənsə, bir elm əhlindən, bir namaz qılanlardan bir dəstək almaq istəyir ki, bu qayıtsın Allahın yoluna. Deyir ki, bu elm əhli düşür, yeni bir adam gəlir. Bu kim gələn kimi soruşur ki, mən filan günahları eləmişəm, mənə Allah əfv eləyər yoxsa? Əlbəttə ki, insanlar da bunun günahlarına baxır, deyir ki, yox, sən bağışlanmazsan, sənin ancaq günahlarını cəhənnəm yuyub təmizləyə bilər. Bu da başlayır onları döyməyə və onlara əzab verməyə. Çünki xoşuna gəlmir. Bu deyir ki, mən kimdənsə bir ümidvar bir söz eşidim, mən bir ümidlənim, bir həvəslənim, doğru yola qayıdım və başlayır acıqlanmağa, bunlardan öz acığını çıxır. Bu adam ora düşəndə ona soruşur ki, mən hamıdan soruşmuşam, səndən də soruşuram. Bu qədər filan günahları eləmişəm, Allah mənə əfv eləyər yoxsa yox. O gözəl bir örnək verir. Deyir ki, sən filan bölgədəsən və filan bölgədə bir dəniz var. Sən əlində bir vedrə götürdün, o vedrənin içində bir su, içində də biraz, suyun içində biraz nəzasət, nəsə bir mındar şey var. Aparıb onu o dənizə töksün, o dənizdə nə kimi deməli əlamətlər olacaq? O dənizi çirkləndirəcək yoxsa yox? Gülür ki, əlbəttə ki, bir vedrə su hara, o boyda dəniz hara. Heç deyir dənizin, yəni heç bilinməz ki, mən dənizə nə töksdüm və yaxud da ki, tökmədim. Deyirsən, təsəvvür elə ki, sənin əlindəki bu dünyada olan bir şeydir. Sənin əlindəki o çirkab, o dənizə heç nə eləmirsə bir vedrə çirk. Əlbəttə ki, bu bir dənizdir. Sən deyir, təsəvvür elə ki, Allahın mərhəmətini götürək. Allahın mərhəməti sonsuzdur. Allahın mərhəməti bütün insanların mərhəmətindən daha çoxdur. Sənin isə deyir, günahların Allahın mərhəmətinin qabağında bir iynə ucu boyda bir şeydir. İndi təsəvvür elə ki, Allah sənə əfv edəcək yoxsa yox. Deyir, o insan deyir, doğru yola qayıdır və başlayır xidmət əhli olur, bu din üzərində çalışır. Yəni, insanları biraz nəsə deyəndə, deməli, Quran-Kərim üzərindən, hədislərlə, böyük insanların sözləri ilə demək lazımdır ki, o insanlarda bir yaxşı mənada bir təsir qoyur. Deməli, bir gün Allah Rəsulunun biz zamanını təsəvvür edirik, insanlar çox vəhşicəsinə yaşayırdı. Və bədəvilərdən bir günləri biri Allah Rəsulunun yanına gəlir. Bədəvi də çöldə yaşayan insanlar deməkdir. Gəlir Allah Rəsulunun yanına deyir ki, ya Rasulallah, cəhənnəmə və cənnətə götürəcək əməllər hansıdır? Allah Rəsulü əlbəttə ki, ona baxır və onu doğru yola gətirməkdən ötürü belə deyir. Bir insan iman üzərində ölərsə, o cənnətə gedəcək. Bir insan da küfür üzərində ölərsə, o cəhənnəmə gedəcək. Yəni, buradan Allah Rəsulü bizə bildirmək istəyir ki, yəni imanınız varsa, Allah sizə əfv edəcək. Əlbəttə, günahkar bağışlanmalıdır. Yəni, imanınız varsa, Allahdan da bağışlamaq istəsəz, Allah mütləq sizi əfv edəcək.
Deməli, Tövbə surəsinin 40-cı ayəsində bizə həqiqətən də çətinlikdə olduğumuz zaman Allah bizə necə yardım eləyir, onu bizə göstərən ayə var, inşallah onu izah eləyək. Mağara ayəsidir, Tövbə surəsi 40-cı ayə. Allah Rəsulu ilə dostluq keçir. Orada da Həzrət Əbubəkirin adı olduğu hədislərdə və təfsirlərdə qeyd olunur. Ayə belə başlayır, ayənin daha doğrusu orta hissələridir. Onlar mağarada olduqları vaxt o, yəni Allah Rəsulu öz yoldaşına məyus olma, çünki Allah bizimlədir deyir. Allah da ona bir arxayınlıq duyğusu və huzur, yəni sakitçilik endirmiş, sizin görmədiyiniz ordularla onu dəstəkləmişdir. Beləliklə inkar edənlərin sözü alçalmışdır. Allahın sözü isə ən ucadır. Allah mütləq güc sahibi, hökm və hikmət sahibidir. Tövbə surəsi 40-cı ayəsindən təxmini məlumatımız var ki, Tövbə surəsi 40-cı ayəsində bu idi ki, Allah Rəsulunu öz dədə-baba torpağından qovurdular, bir mağara gördülər, orada daxil oldular öz dostu ilə, Həzrəti Peyğəmbərlə Həzrət Əbubəkir və orada tək qalanda Həzrət Əbubəkir narahat oldu və bütün insanlar da bunları axtarırlar. Allah Rəsulu buyurdu ki, məyus olma. Həmin bu sözü də Allah Teala Quran-Kərimdə bildirir ki, məyus olmayın, Allah sizinlədir, Allah mütləq sizi deməli xilas edəcək. Yəni bizim də Allah Teala'ya bu qədər ümidimiz olmalıdır. Yəni harda olursa olaq, Allah bizimlədir. Yəni ola bilsin ki, bizə kimsə deməli pislik eləmək istəyər, kimsə bizə nəsə xətər toxundurmaq istəyər. Bir şey düşünmək lazımdır ki, bizim ən böyük hamimiz, yəni müdafiəçimiz, bizə dəstək olan, qoruyan uca Allahdır. İmanımız bu cür olmalıdır. Hər zaman Allahdan qorxub çəkinməli və eyni zamanda Allahın mərhəmətinə də ümid göstərməliyik. Allah hər birimizi belə bir